Ətraf aləmə hərə bir cür baxır. Biz Azərbaycana və dünyaya yazıcı postuna baxacağıq. Postdan isə həm müşahidə aparırlar, həm müdafiə olunurlar, həm də atəş açırlar. İçimdə belə bir qənaət də yarandı ki, sanki Mir Şahinin qorxusundan bu hekayəni yazıb, yaradıcılığın yalnız indiki zamanı var. Edəcəm olmur. O məktubu görən kimi ilk növbədə məndə bir dodaq qaşdı yaratdı. Deməli, Abdullah Şaiqin məktub yetişmədi hekayəsinin adı yadıma düşdü. Azərbaycanda yüksək çinli məmurlarla yəni cəmiyyət arasında böyük bir uçurum var və bu uçurum getdikcə dərinləşir. Bunların bu qədər güc, bu qədər var-dövlət yığmasına, bu qədər yəni korrupsiya hesabına, qohum-qardaşı vəzifəyə gətirmə hesabına süni şəkildə bu qədər gücləndirilməsinə imkan verilməməli. Məmur mülklərinin siyahısı mətbuatdan yığışdırılsın. Yəni biz bunları görməkdən artıq gözümüz belə deyək mazol olub. Bu məşhur bir söz var, deyir ki, Azərbaycan çox əyləncəli ölkədir, ancaq vətəndaşı olmayasan. Bir Azərbaycanlı seçkilərə deməli qonşu toyu qədər ciddi yanaşmır. Bir mafiya işləyir burada və son hadisələr də göstərir ki, elə deyəsən belədir. Salam dostlar, biz artıq yazıcı postunda ikinci buraxılışımıza başlayırıq. Deməli, mən birinci buraxılış üçün hamınıza minnətdarlığımı bildirirəm. Sosial şəbəkələrdə xeyli maraq doğurdu, özümə də maraqlı münasibətlər yazanlar oldu, məktublar yazanlar oldu və ümid edirəm ki, sizin sayənizdə bizim layihəmiz baş tutacaq, maraqla qarşılanacaq. Azərbaycan elə bir məmləkətdir ki, burada bir-birindən maraqlı hadisələr olur. Hətta çatdırıb yazmaq, işıqlandırmaq, çəkmək mümkün olmur. Bir-birindən maraqlı, absurd, bəzən komik, bəzən qorxunc, bəzən həyəcan verici hadisələr bir-birini sürətlə əvəz eləyir. Azərbaycanın deməli gündəmi Bakının küləkləri kimidir. Yəni hər dəqiqədə hardan əsəcəyi, necə olacağı bəlli olmur, hansı istiqamətə gedəcəyi bəlli olmur. Və ona görə də yazıçının, qələm adamının mütləq bir öz gündəmi də olmalıdır. Bu gündəmə qarşı alternativ bir gündəmi olmalıdır. Yoxsa yəni bu selin qabağında adam duruş gətirə bilməz. Yəni sel adamı, xəbərlər seli adamı yuyub aparar. Yəni bu mənada mənim də bu son həftə gündəmim əslində fərqli bir gündəmdir. Bu məsələn bizim rejissorumuz Hilal Baydarovun 4 saata yaxın müsahibəsini dinlədim. Düzdür, o biraz çoxdan çəkilib. Mən bu həftə ərzində dinlədim, amma çox köhnəlməyən bir söhbətdir. O, bilirsiniz ki, dünya festivallarında iştirak edən və Azərbaycanda müstəqil şəkildə, səmimi olaraq kino çəkmək istəyən və bunun üçün deməli, həm maddi resurslarını, həm sağlamlığını, həm zamanını əsirgəməyən, yəni buna can yandıran nadir rejissorlardan biridir. Müsahibəsi mənə çox xoş gəldi, razılaşdığım, razılaşmadığım məqamlarla bir yerdə. Daha sonra bizim tanınmış yazıcı, mənim də gəncliyimdən bəri sevə-sevə oxuduğum, hətta ustad dediyim bəzi məqamlarda Elçin Hüseynbəylinin Qarabağla bağlı bir hekayəsini oxudum. Daha doğrusu müsahibəsinə qulaq asdım, sonra hekayəsini oxudum. Və deyim ki, məndən inciməsin, hekayəni bəyənmədim. Çünki nə mənada bəyənmədim? Elçinin imkanları qarşısında, müqayisədə gənclik dövründə yazdığı hekayələri qarşısında mənə çox belə biraz sönük, sanki belə hekayədən canını qurtarmaq istəyirmiş kimi göründü. Hətta içimdə belə bir qəribə bir qənaət də yarandı ki, sanki Mir Şahinin qorxusundan bu hekayəni yazıb. Yəni nə mənada Mir Şahin müəllim Real TV-də Yazıçılar Birliyini hədələmişdi ki, siz dövlətdən maliyyələşirsiniz. Hanı Qarabağ haqqında yazılar, hanı romanlar, hanı dron dızıltısını əks eləyən şeirlər, əsərlər, belə bir müsəllah əskər pafosu ilə çıxış eləmişdi. O vaxt mən də ona bir cavab yazısı yazdım ki, sənətə belə yanaşmaq olmaz. Və Elçin Hüseynbəylinin hekayəsini oxuyanda mənə elə gəldi ki, o məhz hesabata düşmək üçün Qarabağla da bağlı bir hekayə yazdım kimi götürüb qələmə alıb. Baxmayaraq ki, çox maraqlı orada nüanslar var idi və həmin nüanslardan o, belə deyək, ötəri keçmişdi. Daha dəqiq keçə bilərdi. Bəli, söz analizi rubrikasını mən çoxdan düşünürdüm, hətta bunun adını da tapmışdım, ancaq necəsə iş çoxluğu ilə bağlı biraz saxlayırdım, növbəti mərhələyə saxlayırdım, ancaq sonra həmişə dediyim bir fikir var ki, yaradıcılığın yalnız indiki zamanı var. Edəcəm olmur. Yəni oturmalısan və işləməlisən və ortaya qoymalısan və bizim klassik ədəbiyyatdan maraqlı nümunələr
müzakirə eləyirəm qısa videolarla. Bunlar da sosial şəbəkədə maraq doğurdu. Yəni indiki bir dövrdə yenə qeyd eləyirəm, Azərbaycanın belə gərgin hadisələr, gərgin gündəmin fonunda sənət və ədəbiyyat söhbətlərinin insanlarda maraq doğurması məni doğrudan sevindirdi və həvəsləndirdi. Layihəni davam elətdirmək istəyirəm. Ümid eləyirəm ki, bu cür deməli gündəmə aid olmayan, yəni zamanı keçməyən, belə deyək də, aktuallığını itirməyən mövzular zaman-zaman da baxılacaq, insanların işinə yarayacaq və bir də ona görə sevinirəm ki, mənim açdığım bu müzakirə müxtəlif qələm adamları arasında yəni bir trendə çevrildi və onlar da davam elədilər. Belədir ki, bu cür gündəmlərdən də qaçmaq mümkün deyil. Deməli, bu bir reallıqdır. Təəssüflənməyə də dəyməz. Bəli, doğrudan da bizim keçən həftənin ən çox müzakirə olunan mövzusu keçmiş administrasiya rəhbəri və akademiyanın prezidenti Ramiz Mehdiyevin bəlli məktubu oldu. Mətbuatda bunu işıqlandırdılar. Yenə deyirəm, məktubun hüquqi tərəfləri, hüquqi araşdırılması bizim işimiz deyil. Yəni, insan gərək məsələyə peşəkar yanaşsın, peşəkarların rəy deməsi üçün şərait yaratsın. Ancaq mən öz təəssüratımı belə bölüşmək istəyərəm ki, o məktubu görən kimi ilk növbədə məndə bir dodaq qaşdı yaratdı. Deməli, Abdullah Şaiqin məktub yetişmədi hekayəsinin adı yadıma düşdü. Və sonra nədənsə yadıma, bəlkə analogiya o qədər də düz deyil, Molla Pənah Vaqifin məşhur məktubu düşdü. O Kəndlinin çarxından çıxan məktubu, əslində o biraz da Qarabağın taleyinə təsir edən məktubu idi. Və məktubun mətnini də mən oxudum. Orada ənənəvi olaraq məni ağrıdan bir qələm adamı kimi, bir ziyalı kimi bir çox məqamlara rast gəldim. Əvvəla məktub müəllifinin xalqın adından danışması, sanki bu xalqın vəkilidir, xalqın içində sanki çox böyük hörməti var, cəmaət bunu çox istəyir və bunun düşüncəsi xalqın düşüncəsidir. Deməli, bu bir daha mənim bu qənaətimi dərinləşdirdi ki, Azərbaycanda yüksək çinli məmurlarla yəni cəmiyyət arasında böyük bir uçurum var və bu uçurum getdikcə dərinləşir. Yəni bir çox məmurlar, hətta mən həyatda tanıdığım insanlar olub ki, işləyə-işləyə reallıq hissini tamamilə itirirlər. Onlar cəmiyyətdən gələn impulsları, siqnalları doğru qiymətləndirə bilmirlər. Bu da təbii ki, gec-tez müəyyən partlayışlara səbəb olur, hakimiyyətlə bağlı narazılıqlara səbəb olur. Ona görə bu məsələdə biz çox həssas olmalıyıq, çox ehtiyatlı olmalıyıq. Yəni bu münasibətləri yumşaldan, qarşılıqlı anlaşma yaradan vasitələrdən biri də mətbuatdır. Yəni mətbuatın azadlığı, deməli, ölkəni idarə edən, ölkənin idarəçiliyində məsul olan insanların ölkə haqqında məlumat almasına imkan yaradır. Yəni biz tənqidləri sıxışdırdıqca, alternativ fikirləri sıxışdırdıqca bir gün qarşımızda tanımadığımız, yəni sarı siminə toxuna bilmədiyimiz, yəni maraqlarını hiss edə bilmədiyimiz bir kütlə görürük. Və bu kütlə savadsızlıqdan, bu və digər səbəbdən hansısa bir dini fatalist istiqamətə yönəlirsə, hansısa bir missioner təşkilatın təsiri altına düşürsə, bu lap təhlükəlidir. Və eyni zamanda mətbuatın, qələm adamlarının, alternativ fikirlərin, təbii ki, mədəni, sivil qaydada söhbətlərin, alternativlərin susturulması, təbii ki, qarşı tərəfdə daha aqressiv deməli, çıxışlara gətirib çıxardır, insanları daha da aqressivləşdirir və cəmiyyətin o aqressiv çıxış eləyən, çox vaxt şəxsi maraqlarından çıxış eləyib, yəni qərəzli mövqe tutan və belə deyək də, qeyri-korrekt sözlərdən istifadə eləyən kontentlərə meyilləndirir o insanları. Çünki insanlar həmişə alternativi eşitmək istəyirlər. Yəni cəmiyyət alternativləri həmişə öyrəncəlidir. Yəni biz bir əldən sanki bütün efir, bütün sosial şəbəkələr, bütün deməli sosial şəbəkələrdə fəaliyyət göstərən mətbuat, sosial media, yəni baxanda bütün xəbərlər, bütün mövqelər, bütün yanaşmalar 99% bir-birinə bənzəyir. Yəni insanlar mütləq fərqli rənglər axtarırlar. Və belə bir vaxtda biz o alternativlərə, mənə elə gəlir, maksimum yer verməliyik ki, insanlar o fərqli fikirləri də eşitsinlər, müzakirələri də eşitsinlər və belə olanda bizim indi haqqında danışdığımız Ramiz Mehdiyev kimi bu uçurum da əmələ gəlməz. Bir də bu məktubda
diqqətimi çəkən məqam konstitusiya ilə bağlı, bəzən konstitusiya ilə bağlı məqamlara kobudcasına müdaxilə, sanki bir konstitusiya yoxdur. Haqqında bəhs elədiyimiz adam işlədiyi müddət ərzində, yəni o maddələri heçə sayıb, yəni özünün qanunları olub, özünün qaydaları olub və o cürdə öyrəşib. Yəni bu gün də o məktubunda da məsələn Azərbaycanın dövlət quruluşuna həqarət edən orada təkliflər var. Yəni sanki hər şey çox öz başınadır. Burada yəni nə bilim hardasa xaricdəmi, hansısa bir saraydamı özünə bir dəstək tapsan, hər şey hazırdır və Azərbaycanın konstitusiyası, xalqın iradəsi heç nədir. Və bütün bunlardan sonra təzədən xalq iradəsinin təsvifkeşi kimi çıxış eləyir. Mən yenə deyirəm, Ramiz Mehdiyev haqqında hər hansı bir ittiham tonunda çıxış eləmirəm. Mən ümumi bu tendensiyanın əleyhinəyəm, bu vəziyyətin əleyhinəyəm. Vəziyyət belə olmamalıdır. Keçən çıxışımızda da dedik ki, vəzifəli adamlara qeydsiz, şərtsiz imkanlar yaradılmamalıdır. Yəni heç bir qanuna əsaslanmayan qeyd-şərtsiz imkanlar olmamalıdır. Bunların bu qədər güc, bu qədər var-dövlət yığmasına, bu qədər yəni korrupsiya hesabına, nə bilim qohum qardaşı vəzifəyə gətirmək hesabına süni şəkildə bu qədər gücləndirilməsinə imkan verilməməlidir. Yəni bunun üçün Azərbaycanın bəlli dövlət strukturları var. Mən arzulayardım ki, bunlar vaxtında hərəkətə keçsinlər. Yəni kimsə dövlət əleyhinə bir cinayət törədəndə sos siqnalı çalınmamalıdır. Qanun aşağı maddədə də pozulanda qanun pozuntusudur, ağır cinayət törədəndə də qanun pozuntusudur. Bu hər ikisinə eyni həssaslıqla reaksiya verməli və ədalətli cəza tətbiq eləməlidir sadəcə. Biz onda arxamızda güclü, qüvvətli, yəni Qarabağ qalibiyyətinə layiq bir dövlət hiss eləyəcəyik. Və yenə deyirəm, Azərbaycanda elm adamlarını biz öndə görməliyik, qələm adamlarını biz öndə görməliyik, Azərbaycanın mənəviyyat insanlarını biz öndə görməliyik, Azərbaycan xalqı haqqında deməli obyektiv düşünən, yəni deməli 5 öz mənafeyin güdəndə heç olmasa bir dəfə də xalqı düşünən insan olmalıdır. Yəni ömrünün 10 illərini bütün hər bir situasiyada öz mənafeyinə yönəltmək və cinayət xarakterli yönəltmək. Yəni biz hara gedə bilərik bundan? Mən çox istəyərdim ki, nəhayət bu məsələlərə bir yekun vurulsun. Yəni məmur mülklərinin siyahısı mətbuatdan yığışdırılsın. Yəni biz bunları görməkdən artıq gözümüz belə deyək mazol olub və hər dəfə illərlə də bu siyahılar paylaşılır. Bu siyahılar yaranmamalıdır. Siyahıları paylaşmamaq üçün bu siyahılar olmamalıdır. Bu siyahıların yaranmasına imkan verilməməlidir. Bu cür məktubların yaranmasına əvvəldən şərait yaradılmamalıdır. Əvvəldən imkan verilməməlidir. Bu cür insanlar güclənməməlidir. Dövlətin aidiyyatı orqanları bu cür insanları vaxtında, zamanında tanımalıdır və lazımı tədbiri görməlidir. Mən belə düşünürəm. Fəzail Ağamalının və övladları ilə bağlı olan məlum məsələ, bu düzü məndə əvvəl xeyli gülüş doğurdu, həqiqətən. Bir absurd komediya effekti məndə yaratdı. O məşhur bir söz var, deyir ki, Azərbaycan çox əyləncəli ölkədir, ancaq vətəndaşı olmayasan da. Sonra düşünəndə ki, bu cür hadisələrin yəni təpiyi gəlib həm də mənə dəyir, bizə dəyir, onda adam həm də biraz kədərlənir. Kədərlənirsən ona görə ki, indi bildik Fəzail Ağamalı yəni istəyir ki, biz bir ailəsi ilə bu partiyanı bir ailə partiyasına çevirsin və o oğlunun qızının arasında necəsə bölsün, o istədiyi övladı onu idarə eləsin. Mənə maraqlıdır o auditoriyada bütün bu komediyaya əl qaldıran insanlar. Və şübhə eləmirəm ki, onların içində ziyalılar da var, oxumuş adamlar da var. Yəni bunlar nə deyib, məsələn, o səs vermədə iştirak edirlər. O məshəkəyə özlərini necə layiq bilirlər. Mən sadəcə sual verirəm, yenə deyirəm, ittiham eləmirəm. Məsələn, mənə çox maraqlıdır. Birinə yaxınlaşırsan ki, əfəndim, yəni sən bilmirsənmi burada nə baş verib? Niyə belə eləyirsən? Və bunun kökləri hara gedib çıxır? Yəni verdiyim suala qismən də olsa cavab verməyə çalışım. Hara gedib çıxır? Azərbaycan insanının seçkiyə qeyri-ciddi münasibətinə. Mən bunu həmişə yazmışam. Bir Azərbaycanlı seçkilərə deməli, qonşu toyu qədər ciddi yanaşmır. Bir qohum toyu qədər ciddi yanaşmır. Toy olanda heç olmasa paltar haqqında düşünür, nə bilim, bərbərə gedib saçını düzəldir, toya salmağa bir pul axtarır, yoxdursa bir yerdən borc eləyir. İndi bizim milli arxetipdə var da, getdiyi restoranın qiymətləri ilə maraqlanır, görəsən ora necədir. Həmin adamın bunun toyuna nə qədər saldığı üçün
gedib siyahısına baxır ki, o nə qədər pul salıb, mən nə qədər salmalıyam. Yəni bu qədər belə məsuliyyət hiss eləmir Azərbaycanlı seçki ilə əlaqəli. Yəni söhbət statistik Azərbaycanlıdan gedir təbii ki. Yəni məsələn Fəzail Ağamalının bu addımı ilə də əlaqədar. O güclü bir ictimai qınaq görsə bu addımı məncə atmazdı. Atmazdı. Ancaq o bilir ki, yəni belə də mümkündür. Bu cür komediya da mümkündür. Məsələn başqa bir şey yox. Adam xarici bir insanın yanında utanır. Bir xarici vətəndaş heç uzağa getmir. Türkiyədən bir insan gəlib bu məsələyə baxanda, yəni insan sıxılır məsələn. Bəzən olur da türklərlə söhbət eləyirik, nə bilim İran Azərbaycanlılarla, güneyli qardaşlarımızla söhbət eləyirik. Onlar soruşanda adam utanır nəsə danışmağa. Yəni bu həddə də olmaz da, yəni. Düzdür, indi alternativ deyə bilərlər ki, güya yazıçıların qurultayı çox yönlüdür. Siz yazıçılar nə işlə məşğulsunuz orada? Gedib 40 illik sədrə hamı bir nəfər kimi orada vəsiqə qaldırır. Əslində o da komediyadır və təsadüfi deyil ki, qurultayların biri musiqili komediya teatrında keçirilmişdi. Məncə elə son ikisi də orada keçirilib. Bunun özü də bir komediyadır. Yəni yenə deyirəm, burada bizim hədəflərimiz şəxslər deyil. Burada hədəf yenə də Fəzail Ağamalı deyil, yəni Fəzail Ağamalılardır yəni. Fəzail Ağamalılardır və seçkiyə bu cür məsuliyyətsiz yanaşan, bu cür oyuncaq kimi baxan, yəni insanların belə deyək də heysiyyatına toxunan ümumi bir kütlədən söhbət gedir, ümumi bir cəmiyyətdən söhbət gedir və burada hamımızın günahları var. Bu və ya digər dərəcədə. Mənim bir qələm adamı kimi günahım var. Başqasının bir jurnalist kimi günahı var. Başqasının özünün bir daxili senzurası olmalıdır ki, bu qədər də adam yəni məsələyə getməməlidir. Yəni axı mən absurd komediya mövzusuna çevrilən bir şəhərdə yaşamaq istəmirəm. Kafkanın absurd çıxılmazlığını oxuyursan, eksistensial çıxılmazlığını oxuyursan, məsələn ümidsizliyinə gəlib çıxırsan, görürsən eynən Azərbaycanda baş verən hadisələrin elə bil eynini yazıb yəni. Mən istəyirəm bizim ölkəmiz gözəl olsun. Bu cür komediya mövzusuna çevrilməsin. Bu cür absurd hadisələr burada baş verməsin. Mən bunu arzulayıram. Bu da Azərbaycanın faciəvi gündəmlərindən biri. Yəni 21 yaşlı bir xanım plastik əməliyyatdan sonra sinir böhranı keçirir, sarsıntılar keçirir və nəhayət intihar eləyir. Ümumilikdə bu çox ciddi bir məsələdir bu plastik əməliyyatlar. Yəni layiq oldu, olmadı, lazım oldu, olmadı, kütləvi bir axım var, bir epidemiya şəklində. Yəni mən hətta o günü bu hadisədən də biraz əvvəl belə şəhərdə xanımlara baxdım və bir anlıq düşündüm ki, indi biz necə neandertal insanlara, o tükləri çox olan insanlara baxanda biraz görgöbut falan bizə qəribə, başqa dünyanın insanları kimi gəlir. Yəni zaman gələcək bunu plastik əməliyyat olmayan hətta xanımların özünə qeyri-adi baxacaqlar. Yəni şəkillərdə göstərəcəklər ki, bunun burnuna bax, o vaxt burunlar belə olub falan. Yəqin bu plastik əməliyyatda biraz genetik təkamül prosesinə də təsir eləyəcək. Bunun özlüyündə bir anti-utopik düşüncədir. Mənə görə yaxşı, məsələn, heç nə vəd eləməyən bir düşüncədir. Yəni adı estetik əməliyyat olsa da çox qeyri-estetik vəziyyətdə Azərbaycanda baş verir. Sanki bir mafiya işləyir burada və son hadisələr də göstərir ki, elə deyəsən belədir. Yəni başqa xəbərlərin də mən şahidi oldum. Başqa bir oğlan da əsəbləri pozulmuşdu və qoca qadını küçəyə yıxırdı falan və çox təəssüf ki, biz bu cür faciəvi məsələləri daha çox sosial şəbəkələrdən görürük. Mətbuatımız, elə qələm adamlarımız, mənim özüm də içi qarışıq, çox da həssas deyilik bu mövzulara. Ancaq fəlakətə doğru gedir bu məsələdə. Mənə elə gəlir, buna ən azı bir ictimai nəzarət olmalıdır, aidiyyatı qurumlar biraz aktiv olmalıdır ki, bu məsələdə görəsən nə baş verir. Bəlkə xüsusi icazə lazımdır, bəlkə həkimlər daha ciddi yanaşmalıdırlar ki, bu əməliyyata hazırdır bu insanlar, yoxsa yox. Ümumiyyətlə bir səbəb göstərilməlidir. Yalnız yəni mən gözəl görünüm deyə bütün həyatı məhv eləmək, bütün yəni gələcəyini məhv eləmək bu nə dərəcədə yəni ağıllı bir addımdır. Düzü belə söz tapıb adam danışa da bilmir. Yəni əgər kütləviləşibsə bu, ictimailəşibsə bu, ümid eləyirəm ki, addımlar atılacaq, adekvat addımlar atılacaq, heç olmasa ziyanın yarısından geri qayıdacaq. Son 300 ildə bəlkə də bir Azərbaycanlının ən çox işlətdiyi söz sağlıq olsun sözüdür. Yəni bu
Yeri gəldi, gəlmədi biz bunu işlədirik. Daha doğrusu həmişə səhhətlə bağlı işlətmirik, belə deyək. Yəni zamanı gələr, vaxtı gələndə eləyərik mənasında da işlədirik. Ancaq bunun mənə elə gəlir ki, şuur altında bu sözün Azərbaycanın öz sağlamlığı ilə bağlı qayğılanmasındadır. Bu sözün mabədi. Ona görə də biz bu sözü işlətməkdən doymuruq. Sağlıq olsun, sağlıq olsun. Ona görə də mən sözümün sonunu da bu ifadə ilə bitirmək istəyirəm. Sağlıq olsun, görüşərik. Hamınıza uğurlar arzulayıram.